Salam aleykum. Deməli, gümüş bir nitrat, üstə gəlmiş, əmələ gəlirmiş 2 nitrat, üstə gəl gümüş. Buradan biz bunu əmsallaşdırırıq. Bu zaman 340 qram 20% gümüş bir nitrat götürülüb. Bu 340 vurulsun 20 bölünsün 100, 68 qram gümüş bir nitrat eləyir. Bunu molekül kütləsinə bölürəm. 0,4 mol. Deməli, burada gümüş bir nitrat edəcək. Deməli, əvvəl 0,4 mol gümüş bir nitrat var imiş. İndi təbii ki, gümüş bir nitrat sərf olur. Tutaq ki, bu nu-mol sərf olunur. Nu-mol sərf olunduğuna görə neçə mol təzə mis 2 nitrat alınacaqdır. 2 mol gümüş bir nitrat sərf olunanda 1 mol mis 2 nitrat alınacaq. A buradan bərabərdir 0,5 mis 2 nitrat. Və təbii ki, gümüş bir nitrat da əvvəl 0,4 mol idi. Reaksiya zamanı nu sərf olunur və 0,4 minus nu qalır. Və yazıb ki, məhlulda qalan gümüş bir nitratın molu, yəni 0,4 minus nu, mis 2 nitratın molundan 0,5 nüdən 2 dəfə çoxdur və nu buradan bərabərdir 0,2-yə. Nu də gümüş bir nitratın sərf olunan moludur. Və tapdıq ki, gümüş bir nitratın sərf olunan molu 0,2-dir və 0,2 mol gümüş bir nitrat sərf olunanda nə qədər artım olur bilmirik. Artımı niyə görə deyirik? Deməli, burada biz lövhə məsələlərində metalların deməli kütləsinə baxırıq. Məsələn, 64 buradadır. Burada isə 2 vurulsun 108-dir. Yəni 2-ni 108-ə vuranda yəni 216 qramdır və fərq 216-dan 64 çıxıram. Deməli, 216-dan 64 çıxanda 152 qram artım olur. Ancaq gümüş bir nitrat 2 mol sərf olunandır. Çünki bu 152 qram reaksiya görədir və reaksiyada gümüş bir nitrat 2 moldur. Amma 0,2 mol gümüş bir nitrat sərf olunanda nə qədər artım olur bilmirəm. Buradan da deməli bu 15,2 edəcək artım. Qabaq neçə idi lövhə? 30 qram. Üzərinə 15,2 gələndə bu zaman bu 30 üstə gəl 15,2 45,2 qram edəcək.